Deməli, başladıq dərsimizə. Sinxron və asinxron tədris. Əvvəlcə görək sinxron nədir, asinxron nədir? Sinxron birbaşa əlaqədir. Bu dəqiqə hal-hazırda mənim sizlə keçdiyim dərs sinxron dərsdir. Eyni zamanda sinifdə uşaqla da canlı şəkildə keçdiyimiz dərs də sinxron dərsdir. Fərqi yoxdur. Onlayn olsun, yoxsa əyani şəkildə keçirilsin. İkisi də sinxron tədris sayılır. Sinxron tədrisdə canlı ünsiyyət olur. Yəni, müəllimlə şagird arasında canlı ünsiyyət var. Şagird istədiyi vaxtı sualı müəllimə verə bilir. Müəllim onu cavablandırır. Yəni, birbaşa əlaqə var şagirdlə müəllim arasında. Buna deyirik sinxron. Sinxronda üstün cəhətlərin və çalışmayan cəhətlərini deyəcəm. Onlayn ola bilərmi? Bəli, ola bilər. Canlı da ola bilər. Sinxronda üstün cəhətləri odur ki, şagirdin köməyə ehtiyacı olanda səhifə 88-dir məndə, müəllimə. Məndə kitab təzədir. Bəzi kitablarda 86-dır. Yəni, adı belə gedir. Təlimin forma və modelləri. Deməli, sinxronda dərslər üstün cəhəti odur ki, birbaşa əlaqə olur. Şagirdin ehtiyacı olanda müəllimdən soruşa bilir nə isə. Amma mənfi cəhəti də odur ki, sərbəstçilik yoxdur. Mənfi deməyək, yəni şagird qrafiki cədvəli müəllim tərəfindən hazırlanır. Mən necə hazırlayıram? Deyirəm ki, həftənin 1-3-5-ci günləri saat 8-ə dərsimiz var. Bu sinxrondur. Yəni, əvvəlcədən şagirdlər bilir ki, həftənin 1-3-5-ci günləri dərsimiz var. Hamı eyni vaxtda dərsdə olmalıdır. Buna deyirik sinxron tədris. Bu sinxron tədrisdə cədvəl müəllim tərəfindən hazırlanır. Üstün cəhəti odur ki, canlı əlaqə var. Məlumatları anında bir-birinə ötürmə var. Dərslər hər dəfə əvvəlcədən müəyyən edilmiş cədvəl əsasında keçirilir və şagirdlərdə sosial bacarıqlar olur. Ünsiyyət bacarıqları, sosial bacarıqlar yaradır. Bu, bunun üstün cəhətləridir. Amma mənfi cəhətləri də var. Nə mənada mənfi cəhətləri var? Yəni, vaxt baxımından hər kəs eyni vaxtda dərsdə olmalıdır. Tapşırıqlar eyni vaxtda icra olunmalıdır. Yəni, biraz, belə deyək də, o qədər də sərbəstçilik verilmir şagirdlərə. Amma asinxron isə bunun əksidir. Sinxron yenə deyirəm, onlayn da ola bilər. Teams'dən, Microsoft Teams üzərindən ola bilər, Google Meet üzərindən ola bilər, fərqi yoxdur, Zoom proqramından, onlayn da ola bilər, canlı da ola bilər. Amma birbaşa əlaqə var. Asinxronda birbaşa əlaqə yoxdur. Amma asinxron da canlı ola bilər, ora gələcəm necə. Asinxronda əvvəlcədən dərslər video çarx şəklində, hər hansı bir mühazirə şəklində, nə bilim, slayd şəklində göndərilir. Onlayn qruplar üzərindən keçirilir, onlayn platformalar üzərindən keçirilir, göndərilir və forumlar şəklində diskusiyalar keçirilə bilir. Onlayn forumlar şəklində diskusiyalar keçirilir. Forumlar mütəmadi olaraq salına bilər, amma həmişə salınmır, davamlı olaraq salınmır. Bu canlı əlaqə davamlı olaraq olmur. Asinxronda belədir ki, şagirdlər istədikləri vaxtı girib o tapşırıqları eləyə bilirlər. Amma tapşırıqlarda çətinlik çəkən zaman müəllimə birbaşa müraciət yoxdur. Yəni, ora bilsin ki, o virtual qrupa yazırlar ki, məsələn, burada çətinliyim var. Amma müəllim vaxtı olanda girir, ona münasibət bildirir. Bir də ki, daxili motivasiya çox güclü olmalıdır. Şagird özünün daxili motivasiyası olmalıdır ki, yəni mən bu dərsi eləməliyəm. Yəni üstündə nəzarət olmur da, yəni birbaşa əlaqə olmur. Daxili motivasiyası güclü olmalıdır. Amma üstün cəhətləri var ki, vaxt sərbəstdir. İstədiyi vaxtda, istədiyi məkanda, istədiyi yerdə dərslərini eləyir. Canlı dərslər eləmək də mümkündür. Ənənəvi sinif otaqlarında canlı dərslər eləmək mümkündür. Yəni, əvvəllər deyirdik ki, asinxron ancaq onlayn olur. Xeyr. Müəyyən zamandan bir müəllimlər canlı dərslər təşkil edə bilərlər. Amma yəni konkret cədvəl olmur ki, filan vaxtda, filan tarixdə canlı dərs olacaq. Konkret belə cədvəl olmur. Bu da oldu asinxron. Bir də var hibrid. Hibrid asinxronla sinxronun qarşılığı, belə deyək də, birləşməsidir. Necə deyirik hibrid maşınlar, elektronla benzinin qarışığı. Bu da asinxronla sinxronun qarışığıdır. Hibrid dərs, bax, eynən bizim qurduğumuz dərsdir. Mənim sizlə qurduğum dərs hibrid dərsdir. Hal-hazırdakı dərsimiz sinxrondur, amma dərsdən sonra qrupa, məsələn, test atırıq, tapşırıqları atırıqsa, bu olacaq asinxron. İkisinin birləşməsi olur nə? Hibrid dərs. Məsələn, arada görürsünüz ki, sizə videolar atıram. Deyirəm ki, bu videoya baxın, o videoya baxın. Məsələn, həmin vaxt o videonun nəticəsi haqqında heç maraqlanmıram. Siz baxdınız, baxmadınız, maraqlanmıram. Yəni, sonradan dərs vaxtı soruşuram ki, baxmısınızmı? Hansı çətinliyiniz olub? Bu zaman asinxron edirəm. Amma hal-hazırda sizlə, məsələn, canlı dərs keçirəm. Dərsdən sonra soruşuram ki, müəllimlər, qaranlıq nə qaldı? Sual verirsə cavab verirəm, bu olur sinxron. Bunun ikisinin birləşməsi oldu hibrid. Hibrid müasir dövrdə ən çox geniş yayılmış, tətbiq olunan tədris formalarından biridir. Yəni və müsbət nəticəsi olan tədris formalarından biridir. Sonra keçəcəm sizə problem əsaslı öyrənməyə. Əslində dərsdə sonra gəlir sorğu və araşdırma əsaslı öyrənmə. Amma mən sorğu və araşdırma əsaslı öyrənməni saxlayıram sabaha.
Və problem əsaslı öyrənməklə layihə əsaslı öyrənməni bir-birindən əlaqəli şəkildə keçəcəm sizə. Niyə? Çünki bunlar bir-birindən əlaqəli şəkildə testlərə düşə bilir. Problem əsaslı öyrənmə sanki layihə əsaslı öyrənmənin bir alt formasıdır, bir kiçik formasıdır. Əvvəlcə müəllim şagirdə problem həll etmə yollarını öyrədir. Sonra onu layihə formasında layihə əsaslı tədris kimi verə bilər. Problem əsaslı öyrənmə dərs vaxtı olur. Şagirdlərə hər hansı bir kiçik problemlər qoyulur və bu problemi aydınlaşdırmaq üçün açıq suallardan istifadə etmək olar, bu problemin həll yollarını, problemi aydınlaşdırmaq üçün müzakirələr təşkil etmək olar, mümkün həll yolları ortalığa qoyulur və həll yolları tapılır, problem həll edilir. Bu zaman müəllimin rolu o qədər də ön planda olmur. Çünki problem əsaslı öyrənmədə müəllimin məqsədi odur ki, şagirdlərdə problem həll etmə bacarığı formalaşsın. Yəni, layihənin elə bir alt formasıdır. Birinci problem əsaslı öyrənmədən başlayırıq, sonra onu layihə əsaslı öyrənməyə keçirdirik. Şagirdə kiçik problemlər verilir, qısa vaxt verilir və həddindən artıq çox informasiya toplanması burada alınmır. Amma layihə əsaslı öyrənmək isə bunun əksidir. Bunun əksi deyəndə daha doğrusu bunun daha geniş formasıdır. Layihə əsaslı öyrənmədə elə bir həyatdan götürülmüş bir layihə qoyulur. Həyatdan götürülmüş bir problem qoyulur. Məsələn, dünyada şirin su qıtlığının aradan qaldırılması yolları, qlobal problemlərin həll edilməsi yolları, yaxınlıqda tutaq ki, bir məktəbə gələn bir yol üzərində mütəmadi tıxac olur. O tıxacın həll edilməsi yolları ola bilər. Nə bilim, hər hansı bir ərazi seçilir, o ərazinin plastik tullantılardan təmizlənməsi və bunun müsbət cəhətləri. Bu cür layihə əsaslı öyrənmələr tətbiq oluna bilər. Layihə əsaslı öyrənmədə vaxt çox uzun müddətdə olur. Bəzən bir yarım ili, bəzən isə 2 yarım ili bir tədris ilini əhatə eləyə bilir. Yəni, problem əsaslı öyrənmədən fərqli cəhəti budur ki, burada belə əhatə dairəsi genişdir, vaxt söhbəti çox genişdir, qiymətləndirilməsi müxtəlif aspektlərdən aparılır. Niyə? Çünki layihə əsaslı öyrənmədə şagirdlərə vəzifələr verilir və o vəzifələri onlar mütəmadi olaraq yerinə yetirib gəlib müəllim layihə əsaslı öyrənmədə əvvəldən axıra qədər fasilitatorluq eləyir, skafoldinq eləyir, yol göstərir. Məsəl üçün, vaxt bölgüsü olandan sonra şagirdlər o vaxt bölgüsü deyirəm, əstəğfurullah, vəzifə bölgüsü. Öz üzərlərinə düşən işləri görüb gətirib müəllimə təqdim eləyirlər. Müəllim də orada hansı çətinliklər varsa istiqamət verir, yol göstərir, şagirdlər yenib onu təzədən araşdırıb gətirirlər. Ona görə də layihə əsaslı öyrənmədə müəllimin axıra qədər fasilitasiya eləməsi mütləqdir. Gəlin birinci layihə əsaslı öyrənmə neçə mərhələdən ibarətdir ona baxaq. Layihə əsaslı öyrənmədə birinci layihənin mövzusu qoyulur ortalığa. Layihənin mövzusu məsləhətdir ki, uşaqlarla bir yerdə seçilsin. Biz bunu həmişə demişik ki, kurikulumun əsas məqsədi nədir? Şagird mərkəzli olmaq. Yəni, uşaqlarla bir yerdə mövzu seçmək lazımdır ki, uşaqlara da maraqlı olsun bu mövzu. Problem qoyulur. Problem qoyulandan sonra ikinci addım plan tərtib olunur. Yəni, plan tərtib olunanda 4N1KH-dan da istifadə eləmək olar. Plan tərtib necə olunur? Yəni, layihə, plan belə olar da. Çox uzun-uzaq danışmaq istəmirəm ki, çox vaxt aparmayaq. Vəzifə bölgüsü, layihədə neçə nəfər iştirak eləyir, layihənin komandanı kimdir, aparıcısı kimdir, layihədə əsas rəhbər kimdir və vəzifə bölgüsü necə bölünəcək, hansı şagirdlərə hansı tapşırıqlar veriləcək, layihədə kimlər iştirak eləyəcək. Çünki layihədə bir neçə müəllim iştirak eləyə bilər, hətta müəllim yox, məktəbdən kənar şəxs iştirak eləyə bilər. Məsələn, tutaq ki, ürək xəstəliklərinin müalicəsi ilə bağlı bir layihədir. Hər hansı bir həkimə müraciət oluna bilər, ərazidə yaşayan, ərazidə işləyən bir həkimə məktəb tərəfindən uşaqlar yönləndirilir, gedir o həkimdən məsləhətlər alırlar. Və yaxud da ki, bayaq dediyim məsələ, tıxacın həll olunması məsələdirsə, körpü yol idarəsindən bir mütəxəssisdən gedib məsləhətlər ala bilərlər, araşdırma zamanı. Ona görə də plan tərtib olunarkən geniş spektrli bir plan tərtib olunur. Plana vaxt bölgüsü, vəzifə bölgüsü, hardan başlamaq lazımdır, harda bitirmək lazımdır. Hamısı plana daxil olunur. Üçüncü addım nədir? Üçüncü addım artıq araşdırmadır. Üçüncü addımda hərə öz üzərinə düşən vəzifəni icra eləməyə başlayır, araşdırırlar, ortalığa bir məhsul hazırlığı çıxardırlar, araşdırma və məhsul hazırlığıdır. Yəni, bu hələ, belə deyək də, ilkin mərhələdə araşdırma və məhsul hazırlığıdır. Dördüncü addım artıq gəlir, çıxır yenidən müəllimə. Müəllimin skafoldinq etməsi, fasilitatorluq etməsi və yaxud da buna mentorluq etməsi də deyə bilərlər. Monitorinq də demək olar, müəllimin uşaqların bu işdə irəliləyişini izləməsi də ola bilər.
Deməli, müəllim, şagirdlər elədikləri vəzifəni gətirib müəllimə təqdim edirlər. Müəllim baxır, çatışmayan tərəfləri müəyyənləşdirir, uşaqlara istiqamət verir, yol verir. Hazır həll yolları demir ha. Uşaqlara hazır həll yolları demək bu müəllim mərkəzli yanaşma olar. Sadəcə həll yollarını göstərir, istiqamət verir, fasilitasiya eləyir. Çətinlik çəkdikləri məqamlarda scaffolding eləyir, körpü rolunu oynayır müəyyən yaxın inkişaf zonasında və şagirdləri yenidən çatışmayanlar aradan götürmək üçün yenidən başlayırlar işə və sonda isə nəticələr yoxlanılır və proses dəyərləndirilir. Layihədə mütləq nəticə yoxlanılmalıdır. Tutaq ki, uşaq bir dənə robot düzəldibdir. Bu robot yoxlanılmadan bir də layihədə problemin əsaslı öyrənmədən fərqli olaraq layihədə təqdimat var. Yəni nəticə təqdim olunmalıdır. Amma nəticə təqdim olunmamışdan əvvəlcə yoxlanılır. Yoxlama zaman plagiatlıq da yoxlanmalıdır. Layihə plagiat olmamalıdır. Çünki biz nə demişdik? Layihədə kreativ fikirlər olmalıdır, kreativ ideyalar olmalıdır. Plagiat olarsa bu layihə əsaslı təlimdə ortaya çıxan nəticə, yəni sıfır nəticədir də. Plagiatdır, başqasının bir nəticəsini ortaya qoymaq. Ona görə də plagiatlığı yoxlanılır. Bir də ki, uşaq tutaq ki, bir robot düzəldibdir. Özü hərəkətə gələn bir robot düzəldib. Bunu sınaqdan keçirtməmiş təqdimat eləmək bu nə dərəcədə düzgündür? Yəni bunu sınaqdan keçirməlidirlər, sonra təqdim eləməlidirlər. Ona görə də sonuncu mərhələ nəticənin yoxlanılması, prosesin dəyərləndirilməsidir. Bundan sonra isə təqdimat olunur. Təqdimat auditoriyada da ola bilər, məktəbin hər hansı bir geniş auditoriyada da ola bilər. İndi baxır layihə məktəb çərçivəsindədirmi, rayon çərçivəsindədirmi? Layihələr bəzən təkcə bir məktəb yox, bir neçə məktəbin şagirdlərini də birləşdirə bilər, bir neçə məktəblərin müəllimlərini də birləşdirə bilər. Yəni təqdimat əgər məktəb daxilindədirsə, məktəbin aksialında yəqin ki olur. Yox, məktəbdən kənardadırsa, təhsil şöbəsində, hər hansı mədəniyyət evində layihənin təqdimatı ola bilər. Təqdimatdan əvvəl əlbəttə ki, nəticələr müəllimlər tərəfindən dəyərləndirilir. Deməli, qiymətləndirmə necə aparılır? Problem əsaslı öyrənmədə problemin həll prosesi, tənqid düşünmə, bir də ki, təklif olunan həll yolları qiymətləndirilir. Yəni, qısa konkret. Çünki problem əsaslı öyrənmə dərs vaxtı həyata keçirilir. Və problem əsaslı öyrənmə bəzən bir neçə günü və yaxud da bir həftəni də əhatə eləyə bilər. Və bu sizi çaşdırmasın. Mən deyirəm, dərs vaxtı həyata keçirilir. Yəni, birdən sualda düşər ki, bir neçə həftəni əhatə eləyə bilər. Bir neçə həftəni yox, bir həftəni əhatə eləyə bilər. Bir neçə günü, bir həftəni əhatə eləyə bilər. Məqsəd sadəcə təqdim olunan problemin konkret həll edilməsi məsələsidir. Problem bir qədər geniş olanda bu bir həftəni də əhatə eləyə bilər. Amma layihə əsaslı öyrənmə isə çox geniş əhatə dairəsinə malikdir. Burada bir neçə həftələr, yarım il, bayaq dedim, hətta bütöv il belə vaxt apara bilər. Ona görə də qiymətləndirilməsi də fərqli olur. Problem əsası da sadəcə problemin həlli, həll prosesinə gedən yol, şagirdin tənqid təfəkkürü qiymətləndirilirsə, layihə əsaslı da isə qiymətləndirən meyarları həddən artıq çox ola bilər. Məsələn, məhsul əldə edilənə qədər olan addımların qiymətləndirilməsi, fəaliyyətin qiymətləndirilməsi, əməkdaşlığın qiymətləndirilməsi, sosial bacarıqların qiymətləndirilməsi, sonra kreativliyin qiymətləndirilməsi, təqdimat edilən zaman təqdimatın qiymətləndirilməsi kimi bir neçə meyarlar nəzərdə tutulur. Müəllimin rolu da layihə əsaslı öyrənmədə yenə deyirəm genişdir. Çünki müəllim əvvəldən axıra qədər resurslarla təminat işinə baxır, müntəzəm olaraq rəylər verir, şagirdləri istiqamətləndirir, elədiyi səhvləri düzəldilməsi üçün yollar göstərir. Amma problemin əsaslı deməli öyrənmədə müəllim fasilitatorluq etsə də bir addım geridə qalır. Problemi belə deyək, şagirdlərin həll etməsinə daha çox sərbəstlik verir. Çünki niyə? Problem əsaslı öyrənmə layihə əsaslı öyrənmənin bir alt belə deyək də, altıdır da. Birinci problem əsaslı öyrənmədən başlayır şagird. Sonra geniş bir spektrli layihə əsaslı öyrənməyə keçir. İndi burada bir məsələ var. Layihə əsaslı dərslə layihə əsaslı öyrənmə eyni şey deyil. Məsələn, mən tarix müəllimiyəm, məndə layihə əsaslı dərs var. O 1:45 dəqiqə, yəni bir akademik dərsə həyata keçirilən bir məsələdir. Belə bir mövzu var ki, Azərbaycanın qədim dövlətləri. Əvvəlcə 6-cı sinifdə Azərbaycan qədim dövlətlərini keçirik. Mannanı, Atropatenanı, Albaniyanı. Sonra bir dənə layihə əsaslı dərs verir. Azərbaycan qədim dövrdə. Layihə əsaslı dərsdir. Bu dərs 1:45 dəqiqəlikdir. Yəni şagird əldə etdiyi o 3-4 bölmə ərzində əldə etdiyi o 3-4 dənə dövlətdən bölmə ərzində əldə etdiyi mövzuları bir layihədə birləşdirir. Kiçik bir layihə əsaslı dərs həyata keçirilir. Yəni dərsdə olur bu. Amma layihə əsaslı öyrənmə isə genişdir. Məsələn, biologiyadan deyək, şagird
Tutaq ki, nəfəs belə bir layihə var idi. Yadınıza gəlirsə, dərsdə şagirdlər plastik butulkalardan insanın orqanlarının figurunu düzəldirlər, nəfəs alma prosesini təqdim edirlər. Və bu layihə əsaslı dərsdir. Şagird öyrənir, sonra onu bir dənə dərsdə bacarığa çevirir. Yəni bir model hazırlayır. Amma layihə əsaslı öyrənmə daha geniş, anlayışdır. Bunu testdə seçəsiniz. Yəni testdə görəcəksiniz ki, layihə əsaslı dərsdirmi, yoxsa layihə əsaslı öyrənmədirmi? Yəni layihə əsaslı dərs təlim modeli deyil. Amma layihə əsaslı öyrənmə isə təlim modelidir. Sonra, bugün bəlkə oyunlaşdırmanda keçim. Çünki sorğu və araşdırma əsaslı təlimlə birbaşa təlim çox dərindir. Onu sabaha saxlayaq. Oyunlaşdırma ilə oyun əsaslı təlim də keçək. Çünki 2-3 dənə cümlə ilə başa salacağım sizə burada söhbət nədən gedir. Adından bəllidir ki, oyundan istifadə olunur da. Həm oyunlaşdırmada, həm də oyun əsaslı təlimdə oyundan istifadə olunur. Amma bir fərqi var. Oyunlaşdırmada dərsin hansısa bir hissəsində oyundan istifadə olunur. Məsələn, motivasiyada bir crossworddan istifadə oluna bilər. Və yaxud da ki, bir milyonçu oyunu kimi bir viktorinadan istifadə oluna bilər. Amma dərs başdan ayağa oyun şəklində getmir. Buna deyirik oyunlaşdırma. Yəni, dərsin kiçik bir hissəsində müəllim oyunlaşdırmadan istifadə edir. Bu oyunlaşdırmadır. Oyun əsaslı öyrənmək isə bu artıq belə deyək, genişdir. Dərs başdan ayağa oyun əsasında həyata keçirilir. Buna deyirik oyun əsaslı öyrənmə. Yəni təkcə bir xırda tapşırıq yox, bir mərhələ yox, dərs başdan ayağa oyun əsasında keçirilir. Məsələn, tutaq ki, coğrafiya dərsində Azərbaycan şəhərlərinin iqlim şəraiti. Uşağın biri olur Kürdəmir, biri olur Bakı, biri olur Göyçay, biri olur Gəncə, biri olur Şamaxı, yəni rola girirlər və o şəhərin adından danışırlar. Burada dərs başdan ayağa oyunla getdi. Bu oldu oyun əsaslı öyrənmə. Yəni oyun əsaslı təlim modeli oldu. Oyunlaşdırma nə oldu? Dərsin bir hissəsində hansısa bir tapşırığın əyləncəli, oyun şəklində keçirilməsi oldu oyunlaşdırma. Yəni bunu yadda saxlayın. Bir də ki, aydın məsələdir ki, bunu niyə eləyirik? Dərs maraqlı olsun, şagirdlərdə öyrənməyə maraq olsun, belə deyək, interaktiv təlim, şagirdlərin aktivliyi, yəni interaktiv təlim daha yaxşı reallaşır. Şagirdliyin aktivliyi ön plana çıxır. Şagirdlərlə bir-birindən əməkdaşlıq yaranır, sosiallaşma yaranır. Sonra mövzunun öyrənilməsi baxımından daha yadda qalan, daha əyləncəli, daha maraqlı bir dərs keçir. Adətən şagirdlər oyun əsaslı öyrənəndə mövzunu daha yaxşı başa düşürlər və xoşlarına gəlir, əyləncəli olur deyə daha yaxşı öyrənməyə cəhd göstərirlər. Bu birisləri niyə eləyirik? Onu da deyim. Layihə əsaslı öyrənmə ilə problem əsaslı öyrənməni. Burada əsas məsələ şagirdlərə 21-ci əsr bacarıqlarını formalaşdırmaqdır. Çünki şagirdlər layihə əsaslı öyrənmədə aydındır ki, burada problem həll etmə, fikrini ifadə etmə, təqdim etmə, bütün bacarıqlar burada yaranır. Natiqlik bacarığı, öz sözlərlə layihəni təqdim edirlər, natiqlik bacarığı olmalıdır, inandırıcılıq bacarığı olmalıdır, sosial münasibətlər, qarşılıqlı əməkdaşlıq, komanda halında işləmək, bir-birinin işinə hörmətlə yanaşmaq, layihədə çətinlik olanda əməkdaşlıq şəklində layihəni həll edə bilmək bacarığı, yəni gələcəkdə müstəqil həyatda şəxsiyyət kimi formalaşdırmaq üçün bu təlimlərdən istifadə önəmlidir. Nə qədər deyirəm, qısa danışacağım, yenə də söz gəldikcə danışıram. Deməli, neçə dənə dərs keçdim sizə? Sinxron tədris, asinxron tədris, hibrid tədris. Sonra gəldi problem əsaslı öyrənmə, layihə əsaslı öyrənmə, oyunlaşdırma, oyun əsaslı öyrənmə. Qaldı birbaşa təlimdən sorğu və araşdırma əsaslı təlim, onda sabah keçəcəm. Ondan sonra təlim modelləri bitir. Dərsi də Qayd eləmişəm. Bəli, eləmişəm. Yəni deyirəm, videoya elə baxmaq kifayət edir onsuz da dediklərinizi anlamaq üçün. Baxarıq.